Assalamu aleykum şeyx. Aleyküm salam. Əvvəllər insanlar günaha görə utanırdı. İndi günah açıq-aşkar reklam olunur. Buna səbəb nədir? Buna səbəb cəmiyyətin günahın içində batmağıdır. Cəmiyyətdə insanların yanaşmaları dəyişilib. Ona görə həm ailədə, həm qohumda, həm qonşuda, ümumiyyətlə insanların baxışları dəyişib, yanaşmaları. Qabaq müəyyən qədər insanlar diqqətli idilər, haram halala fikir verirdilər, böyük kiçiyə fikir verirdilər. Böyük kiçik gedibsə, bərəkət də gedib, çox şey gedib. Ona görə günah da adiləşib, əksinə günah eləməyən adamlardan təəccüblənirlər. Aydındır, təəccüblənirlər və onun həyatı qaranlıq bir həyat görürlər. Yəni görün, onlar günahın içində necə azıblar və günah eləyən fəxr edir. Fəxr edir. Hamısı, bilirsiniz, bu zəncilvarıdır. Deməli, pozuntular var haradasa. Və pozur, o birisi tərəfləri də pozur, gedir. Ondur hamısı. Bəli. Şeyx, həmçinin o pozuntulardan da biri gənclərin özündən böyüklərə, ağsaqqalara, ağbirçələrə hörmət eləməməsi, ehtiram göstərməməsidir. Bunun üçün nə etmək lazımdır, necə düzəltmək lazımdır bunu? Əlbəttə, bunun üçün birinci kiçiklər böyüklərə hörmət eləməlidir. Böyüklər də kiçiklərlə yəni həddin aşmamalıdırlar. Yəni gözəl münasibət qurmalıdırlar. Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Əl-baraka ma akabirakum. Bərəkət sizin böyüklərinizdəndir. Böyüklərə hörmət olmalıdır. Hətta insan istəyir lap kafir olsun, müsəlman olmayan. Görürsən səndən yaxşıdırsa. Lakin yaxşı o kafirdir, sən axı müsəlmansan. Sən gərək hörmət eləyəsən. Fərqi yoxdur kimdir? Müsəlmandır, qeyri-müsəlmandır. Bax budur.